Sınav 16. Birinci sualda deyir ki, uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq nədir? Hind-Avropa İran dil qrupu Əfqanlar düzdür. Əfqanlar, Taciklər bunlar İran dil qrupudur. Ural, Sami, Hami səhvdir. Finugor qrupu falan olmalıdır. Aydın oldu. Sonra 3-də bizə deyir ki, müvafiq olaraq Qafqaz zilasında Dağıstan qrupu ləzgilər, ləzgilər, avarlar, çesenlər, inquşlar bu doğrudur. Burada problem yoxdur. Altay dil ailəsi Oğuz qrupu Qaqavuzlar bu da doğrudur. Problem deyil. Hind-Avropada Hindari, Taciklər yox. Taciklər yoldaşlar biz qeyd elədik ki, Hind-Avropanın hansı qrupudur? İran dil qrupudur. 5-də problem var. Hind-Avropada Roman dil qrupu İngilis səhvdir. Bu Germandır. Nədir? German. Cavab 2, 5, 6 variant Y variantı. Bəli. İkinci sual. İkinci sualda görsənən ərazilər yoldaşlar biz deyəcəyik tayqa zonasıdır. Düzdür? Tayqa nə idi? İnyarpaqlı meşələr. Tayqa. İndi sıçrıqlanmış təbii zona üçün səciyyəvi əlamətləri müəyyən edilir. Mülayim işıqlama qurşağında yaranan bütün iqlim qurşaqlarının yayıldığı ərazilərdə rast gəlinir səhvdir. Ancaq mülayim iqlim qurşağındadır. Ob, Yenisey, Makken çaylarının hövzələrində rast gəlinir doğrudur. Bunları bilirsə qütbə doğru axan nələrdir? Çaylardır. Torf belə deyək, ehtiyatları ilə zəngindir. Bəli, bataqlıqlarda nə var? Torf ehtiyatları. Suvarma əkinçiliyi üçün əlverişli deyil. Yoldaşlar, bəli, bura suvarma əkinçiliyi üçün əlverişli deyil. Çünki donuşluq zonalardır. Cavab nədir? A. Avstraliya Afrika materikindən başqa bütün materiklərin şimal ərazisində mövcuddur, yanlışdır. Antarktidada mövcud deyil. Türk xalqlarının məskunlaşdığı ərazidə rast gəlinmir, xeyr, gəlinir. Saxa Yakutiyada məsələn var. 3. Tropik və mülayim işıqlanma qurşağına aid fikirlər. 3 iqlim qurşağını əhatə edir. Deməli, 3 iqlim qurşağı söhbəti burada nədir? Tropikdə bildiyimiz kimi ekvatorial, subekvatorial bir dənə var. Tropikin özü. Mülayimdə isə mülayim işıqlanma qurşağında subtropik və nə var? Mülayim. Ona görə də gözəl yoldaşlar biz deyirik ki, bu fikir hara aiddir? Tropikə. Saxalin Azor adaları. Uşaqlar, Saxalin Azor tropik ilə qütb dairəsi arasında qaldığı üçün bu hara düşəcək? Mülayimə. Düzdür? Sonra enliyarpaq və inyarpaqlı meşələr mülayimdə. Bu da getdi ikinciyə. Digər variantlara baxırıq. Braziliya ərazisinin çox hissəsi, Kongo ərazisinin isə bütün hissəsi yerləşir. Əlbəttə ki, bura haradır? Tropik. Deməli, yoldaşlar olacaq 4 birinciyə. Sonra, Mərkəzi Asiya ölkələri burada yerləşir. Bu mülayimdədir. Bəli, yazırıq bunu hara? Əlbəttə ki, 5 getdi ikinciyə. Qaldı sonuncu 6. Avstraliya materikinin şimal hissəsi tropik. Deməli, yoldaşlar olacaq nə? 6. Deməli, 1, 4, 6, 1, 4, 6, 2, 3, 5. 1, 4, 6, 2, 3, 5 variantı arada yoldaşlar. B variantı. Bəli, hansı variant? B. 4. Litosfer tavaları haqqında doğru ifadələri müəyyən edin. Antarktida litosfer tavasında yalnız materik tipli yer qabığına rast gəlinir, səhvdir. Çünki okean hissəsi də var. Deməli, bu ifadə getdi. Afrika və Sakit Okean litosfer tava 4 yarım kürədədir. Bəli, birini Greenwich, birini də 180 meridian kəsdiyi üçün. İkini seçdik. Vulkanik mənşəli adalar həm divergent, həm də konvergent sərhəddə var. Bəli, doğrudur. Məsələn, Aleut konvergent, İslandiya divergent. Ant dağları litosfer tavalarının konvergent, Atlas dağları divergent səhvdir. Atlas da konvergentdədir. Yanlışdır. Litosfer tavalarının müxtəlif istiqamətlərdə hərəkəti tektonik proseslərlə bağlıdır. Bəli, bu ifadə doğrudur. Qədim platformalar litosfer tavalarının mərkəz hissəsi, cavan platformalar isə konvergentdə səhvdir. Platforma heç vaxt konvergentdə ola bilməz. Konvergent geosinkronaldır. Cavab 2, 3, 5 variant nə variantı? A bəndi 4-də. 5-ə baxırıq. Sxema əsasən doğru ifadələri müəyyən edib. Yazıb ki, birinci, silindirik proyeksiya tərtib olunan xəritələrdə 3-cü məntəqədə təhrif 0-a bərabərdir. Bəli, 3-cü məntəqə çünki nəyin üzərindədir? Ekvatorun. 1 doğrudur. Hə? 1, 2 və 4. 1, 2, 4 eyni meridiandadır. Greenwich meridianı. Məntəqələr eyni materikdə yerləşirlər. Yoldaşlar, Greenwich meridianı üzərində 2 ilə 4, yəni 2 4, məsələn, 40-cı enlik olacaq harda? Deyək ki, Avrasiyada. Amma 20-ci enlik və 20 cənub olacaq harda? Müvafiq olaraq Afrikaya. Düzdür? Özü suya düşür. 20 cənub konkret hara düşür? Suya düşür. Ona görə də bu doğru ifadə deyil. Birinci məntəqədə yerin xəyali ox ətrafında fırlanma sürəti 4-cü məntəqədən çoxdur. Uşaqlar, 1-də 4-dən çox ola bilməz. Niyə? Çünki cənuba qütblərə doğru getdikcə sürət azalır. Düzdür yoldaşlar? Yanlışdır. 2 və 5-ci məntəqə. 2 ilə 5 hansı paraleldə uşaqlar? 40-cı. 40-cı paraleldə aralarında neçə dərəcə meridian fərqi var? Görürsünüz, 40 dərəcə. 40 vurulmalıdır neçəyə? 85 onda 4-ə. Nə qədər olur bu? Əlbəttə ki, böyük eləyir də. Düzdür yoldaşlar? 854 kilometr yanlışdır. Bəli. Sonra
Gəldik nəyə? 6-cı məntəqədə, 6-cı məntəqə görürsüz. 10 cənub enliyi və 30 şərq uzunluğundadır. Günəş il ərzində günorta vaxtı həm cənubda, həm də şimal tərəfdə görünə bilər. Bəli, əgər məsələn tutaq ki, Günəş cənub tropikindədirsə cənubda görsənəcək, şimal tropikindədirsə harda görsənəcək? Şimalda. 1, 5, bir də 6. Verilən məntəqələrdə Günəş şüalarının minimum düşmə obzağı 26.5 dərəcədən az deyil. Yoldaşlar 26.5 dərəcəni hesablasaz minimum düşmə obzağı. Minimum düsturamiya bəllidir də. Nə idi? 90 çıxılsın x plus neçə? 23.5. İndi qulaq asın mənə. Mənə neçə verib? 26.5. Mötərizənin üçün 26.5 olması üçün 90-dan neçə çıxmaq lazımdır? 90-dan neçə çıxmaq lazımdır 26.5 alınsın? 63.5. Deməli, mötərizənin üçün 63.5 olması üçün məntəqə 40 olmalıdır. 40-cı burada da fikir verin. Məntəqələrin hamısı 40-cı enliyə qədərdir. 40-cı enlikdən şimalda və ya cənubda məntəqə yoxdur. Deməli, bu ifadə də doğrudur. Cavabımız nə oldu yoldaşlar? B variantı. Aydın oldu 5-ci sualda. 6. Ölkəmizin mövcud olan yarımsəhra landşaftlarına aid olmayan xüsusiyyətləri müəyyən. Uşaqlar, rütubətlənmə vahiddən kiçikdir, bu düzdür. Viləkçay və Katexçayın aşağı axarları yanlışdır. Viləşin aşağı axarı Lənkərovalı, Katexin aşağı axarı Qayriçaydır. Orada intrazonallıq var. Orada yayılıb düzən, çəmən, meşə. Deməli 2. Dəmiyə əkinçiliyi inkişaf etməmişdir. Bəli, doğrudan da burada inkişaf etməmişdir. Bu doğru ifadədir, lazım deyil mənə. Səpələnin radiasi üstünlüyü təşkil edir. Bu səhvdir. Bilirsiniz ki, yoldaşlar burada səpələnən yox, düz radiasi olmalı. Deməli, aid olmayandır. 2, 4-ü götürdük. Orta Araz təbii vilayətinə yayılıb. Bəli, Şərri Ordubad düzənliyi. Qusar maili düzənliyinin əsas landşaft tipi səhvdir. Yoldaşlar, cavab 2, 4, 6 variantımız nə oldu? Y variantı 6-da. 7-yə baxırıq. Xəritə sxemdə Richards Bay. Richards Bay limanı bildiyiniz kimi Carın Hind okeanı sahilində olan limanıdır. Yəni, nə ilə başlayacaq? 6. Santos limanı Atlantik okeanında Braziliyaya məxsusdur. 5. Tampico limanı isə Meksikada, Meksika körfəzində məxsus. 2. 6, 5, 2. Cavabımız nə oldu? B variantı. Afərin. 8. Yanlış bəndi müəyyən edin deyirik. Necə bəndi müəyyən edir? Yanlış. 1. Yazıb ki, Böyük Qafqaz təbii Böyük Qafqaz tektonik qalxması. Paleozo yaşlı suxurlara rast gəlinmir. Bu ifadə doğrudur. Rast gəlinmir. Çünki paleozo suxurları 3-cü vilayətdədir. Kiçik Qafqaz qalxması. 2-də yazıb ki, həm yarımsəhra, həm də intrazonal landşaft var. Bu da doğru ifadədir. Getdi. 3-ə baxırıq. Kiçik Qafqaz qalxması. Həm qara, həm də əlvan metal var. Dəmir filizi, məsələn, aluminit. Doğrudur. 4-ə baxırıq yoldaşlar. Kür çəkliyi. Neogen və 4-cü ölçəkli, yəni bu da doğrudur. 5-ə baxırıq yoldaşlar. İncə qayan düzləri. Yoldaşlar, Orta Arazda incə qayan yoxdur. Qayan incə, amma aşağı Araz boyda 4-ə düşür. Deməli, yanlış ifadə hansıdır? Y. 9-a baxırıq. A ölkəsində əhalinin ümumi sayı 50 milyon nəfər, adam başına ÜDM nəzmi isə 30 min ABŞ dollardır. Biz ÜDM-ni əhalinin sayına böləndə adam başına düşən miqdarını tapırıq. İndi tərsinə olacaq. Əhalini vuracaq nəyə? Müvafiq olaraq adam başına düşən miqdara ki, nəyi nəzmini tapaq? ÜDM-nin nəzmini tapaq. Düzdür yoldaşlar? Yəni 50 vurulsun, 50 milyon vurulsun neçə min? 30 min. Yoldaşlar nə qədər edir? 1500 milyard. Düzdür yoldaşlar? Mılırıdır. Çünki milyonu minə vuranda milyard edir. Bu ölkədə ÜDM-nin 20% xarici şirkətlərə məxsusdur. Kimə məxsusdur? Daha doğrusu trilyon eləyir yoldaşlar. Trilyon. İndi baxın. Deyir ki, xarici ÜDM-də milli şirkətlərin payını hesablayın. Kimin payını? Millinin. İndi yoldaşlar 1500'ün 20%-i belə deyək də müvafiq olaraq kimə məxsus? Deməli, trilyondursa, bəli, tələsməyin. Gəlin 1500-ün əlbəttə 20%-ni tapaq. 1500 vur 20 böl 100. 300. 300 milyardda deməli 1500-dən 300-ü çıxanda 1500 çıx 300 neçə eləyir? 300 çıxanda 1200. 1200 yanına da mılırıdı yazmışdıq da biz, düzdürmü? Mılırıdı, milyard. İndi bunun da qabağında 3 dənə sıfır var. Bu 3 dənə sıfır atanda milyardın yanı 3 sıfırına trilyon olur. 1200-dən 3 sıfır siləndə neçə eləyir? 1,2. Doğru cavabımız nə variant elədi yoldaşlar? Y variantı. 9-cu sualda. Tapşırıq aydındır. Çünki biz demişdik, milyonda 6 sıfır var, milyardda 9 sıfır var, trilyonda bəli, vəssalam. Deməli 1500 milyard tapmışdıq. Milyardın da qabağında 1500 var deyə 3 dənə sıfır silə bilərəm də. O da 1,5 milyard eləmir. 1,5 milyardın 300 miljardı, yəni 0,3 miljardı xarici şirkətdir. Bizə nə qaldı? Əlbəttə ki, yerli şirkət tapmaq. 1500-dən də 300 çıxan nə elədi? 1200. 1200 milyardda 1,2 trilyon deməkdir. 10-cu sual. Pamir dağları, Böyük Saric dağları, Appalas dağları. İki işıqlanma qurşağında yerləşir fikri aiddir Böyük Saricə. Niyə ay müəllim? Çünki cənub tropik xətti ilə kəsişir. Həm tropik, həm mülayimə düşür.
Çaylar iki okeanos toplayıcı hövzəsində yerləşir. İki okeanos toplayıcı hövzəsi yenə nə olacaq yoldaşlar? Böyük su ayırıcı. Dinən niyə? Çünki oradan başlayıb qərbə doğru axan Hində, şərqə doğru axanlara tökülür sakit. Düzdür? Alp dağı gəlmə mərhələsində yaranmışır Zavan dağ, Pamir dağları. Köhnə sənaye rayonu yerləşir Appalasda. Bəli. Daş kömür hövzələri. Burada başlayan çayların qidalısı Buzdaq su, Pamir dağları. Bəli, məsələn Pamirdən başlayan məşhur çay Amudərya. C-Y A-B-T. Variantımız nə variant olduğunda? B variantı, bəli. 11. Cədvələ əsasən doğru bəndləri müəyyən eləməliyik. Dağ silsəsi səciyyəvi əlaməti. Şah dağ silsəsi. Xarici ölkə ilə təbii sərhəd təşkil edir. Bəli, Ermənistanla xarici ölkədə sərhəddir. 1. Zirvə demir, silsilə deyir. Qarabağ. Mütləq indi 3000 metrdən azdır. Bəli, bu da doğrudur. 2725 bilirsə böyük kirs. 1-2. Niyal dağ, Kiçik Qafqaz tektonik qalxma yox, Böyük Qafqaz qalxmasında. Dərəliyəz, qışı quraq keçən soyuq yox, yayı quraq keçən soyuq yayılıb. Murov dağ, vulkanik effuziv çökmə suxulları rast gəlinir. Yoldaşlar, bilirsiniz ki, Murov dağda Böyük Kiçik Qafqaz olduğu üçün var. 1, 2, 5. Variant nə oldu? A. Yoldaşlar, problem nədir? Talış dağlarında yur ətəbaşir mövcud deyil. Paleogen, neogen və ətəklərdə, düzən ərazilərdə nədir? Antropogen. Vəssalam. 12. Temperatur 30-dan başlayıb 20-yə düşüb. Cənub yarımkürəsidir. Bu məntəqə cənub yarımkürəsi olduğu üçün iyun, avqust qışıdır. Qışı quraqdır, yayı yağıntılıdır. Yoldaşlar, ona görə də bu olacaq cənub subekvatorial. Cənub hansı? Subekvatorial. Subekvatorial. Cənub subekvatoriala aid olanları seçəcəyik. Doğru ifadələr. Cape York 1. Eğri gölü bu iqlim qurşağı deyil, tropikdədir. Yağıntılar əsasən yay fəslində düşür. 3. Yalnız bir işıqlanma qurşağı daxilində formalaşır. Yoldaşlar, subekvatorial bildiyimiz kimi bir işıqlanma qurşağı daxilindədir. Ekvator xətti ilə kəsişən ərazilərdə rast gəlinmir. Ekvator xətti ilə kəsişən gəlinir. Subekvatorial çünki bilirsiniz harda var? Məsələn, Afrikanın şərqində. Savanna seyrək meşələr təbii zonası formalaşıb doğrudur. Cavab 1, 3, 6 variant nə variantı? Y variantı olur. Hə? Yalnız bir işıqlanma qurşağı daxilində formalaşır. İqlimdə aid olduğu iqlim qurşağı. Deyir heç yağıntılar əsasən yay fəslində düşür. Bəli. Cənubun yayıdır da. Yay fəslinə düşür də. Yəni qışda düşmür. Yox, gözəl düşür. Cənubun yayında düşür. Bizdə 4 bəs düz deyil. Dörddə yalnız bir işıqlanma qurşağı daxilində formalaşır. İqlim diaqramının aid olduğu iqlim qurşağı. İqlim qurşağı. Bir işıqlanma qurşağı. Yox, belə deyək də, onun cənub sərhəd daxil tropikləri keçə bilir bəzi yerlərdə. Subekvatorial. Aydın oldu. Tropik və hara düşə bilir? Belə deyim də, mülayim işıqlanma qurşağına düşə bilir bəzi yerlərdə. Aydın oldu. Çünki iqlim diaqramı subekvatoriala aiddir. Subekvatorial iqlim qurşağı da bəzi yerlərdə tropik xəttinin cənubuna düşə bilir. Ona görə də neçə işıqlanma qurşağıdır? 2. Mənası budur. Sonra gəldik 13-ə. 13-də yoldaşlar 1036 mm yağıntını görəndə bura bizim hansı bölgəmizdir? Zaqatala. Bəli, Zaqatala. Qışı quraq keçən mülayim nə? İsti. İqlim tipi üçün səciyyəvi əlamətləri müəyyən edin. Qax və Şəki rayonlarında rast gəlinir. Var. 1. Düzdür yoldaşlar. Sonra biz deyəcəyik. Qərzəxli meyvəçilik. Bəli, qoz, fındıq, şabalıq. 2 düzdür. Bərabər rütubətli soyuq olmaz. Talış dağları ətəklərində müşahidə olunur. Olmaz. Tərtər çayının stoplayıcı hövzəsinə rast gəlinir. Bəli, qışı quraq keçən mülayim istiyə rast gəlinir. Cavab 1, 2, 5. Variantımız, daha doğrusu 1, 2, bir dəqiqə. İqlim tipi üçün səciyyəvi əlamətləri müəyyən. Tərtər çayının stoplayıcı hövzəsinə rast gəlinir. Bəli, cavab 1, 2, 5 olmalıdır. Talış ətəklərində müşahidə olunur. O yağıntıları bərabər paylanandır. Bu axı bərabər paylanan deyil. Burada cavabı 1, 2, 4 veriblər. 3 olmaz. Gözəl olur. 3 yox, bərabər rütubətli soyuq deyil bu. Bu, qışı quraq keçən mülayim istidir. Talış dağının ətəklərində qışı quraq keçən mülayim isti yoxdur. Bunun ifadənin cavabını səhv veriblər. 13-də nə veriblər cavab? A veriblər, amma səhvdir. Burada cavab olmalıdır. Tərtər çayının stoplayıcı hövzəsinə rast gəlinir. Qışı quraq keçən mülayim isti orada mövcuddur. Cavab olmalıdır əslində 1, 2, 5. Yəni A variantında 4 yox, 4-ün əvəzində nə olmalıdır? 5 olmalıdır. Testdə problem var. Tapşırıq aydınlanmı ya? Burada iqlim tipinə görə. Bəli. Yoxsa İqlim diaqramının aid olduğu iqlim tipi üçün səciyyəvi əlamət. İqlim tipi. Aydın oldu? Mütləq hündürlüyü 2700 metr. Lap belə iqlim tipinə görə baxmasaq, lap sırf mülayim istiyə görə baxsaq, mülayim istiyə görə. Başa düşdünüz nətər? Mülayim istiyə görə baxsaq, soyuqlar və mütləq hündürlüyü 3 ilə 6-nı çıxaq görə elə cavab çıxır. 3 ilə 6 çıxanda. 3, 6, 3, 6 gedəndə nə qalır?
6 getdi, 3 getdi, 3 getdi, 3. Hə, o məntiqlə də gediblər bəlkə də. Yəni sırf yarım tip yox, tip kimi. Mülayim istiyə aiddir axı, ona görə. Aydın oldu yoldaşlar. Əslində burada 4 dənə düzgün cavab var. 1, 2, 4, bir dənə 5. Bəli. Cavab A bəndi. 14-ə baxırıq. 14-də bizdə nə deyir? 14-də bizə deyir ki, Tərtər və Qanıq çaylarına aid olan ümumi xüsusiyyəti müəyyəndir. Mənbəyi xarici ölkədə Tərtərin mənbəyi ölkə daxilidir. Qidalara yeraltı su 2 düzdür. Mənsəbi yarımsərə quru çöl səhvli niyə? Yox. Mənsəbi yarımsərə quru çöl iqlim tipi müşahidə olunur. Bu da doğrudur. Deməli 2-3 stoplayıcı hövzəsi 2 tektonik zonada yerləşir. Yoldaşlar, bu da doğrudur. Biri Böyük Qafqaz və Kürçəyəşliyi, biri Kiçik Qafqaz və Kürçəyəşliyi. Qonşu ölkə ilə təbii sərhəd, yoldaşlar, Qanıq sərhəd də Tərtər sərhəd deyil. Mənsəbin yerləşiyi İnzibati rayon Qarabağ İqtisadi rayon daxilindədir. Xeyr. Əlbəttə ki, biri müvafiq olaraq Samux rayonundadır. Biri də əlbəttə ki, Bərdə rayonundadır. Aydın oldu mu? Bərdə düzdür, amma Samux səhvdir. Samux düşür Qazax Topuzu. Hara düşür Gəncə, Daşkəsən İqtisadi rayonuna. Qarabağda deyil. Cavab 2-3-4. Variant nə oldu? Y. 15'e baxırıq yoldaşlar. 15'te söhbət nədən gedir? Mənə mis verib, bir dənə verib, boksit verib, Eylerven diaqramına uyğun bəndləri soruşur. Əlvan metal gedir istifadə olan hər ikisi. Hər ikisi əlvandır. Biri ağır əlvan filizdir, ağır əlvan filizdir. Biri isə necə əlvan filizdir? Yüngül. Deməli 1. Afrika materikində rast gəlinir. Boksit də var, mis də var. Gvineyada məsələn boksit, Zambiyada bu. Hər ikisi 2. Çilinin iqtisadiyyatı mühüm yer tutur, mis. Emalı əsasən inkişaf etmiş ölkələrdə gedir. Emalı boksit. Çünki niyə? Çox enerji tələb edir. 4. Braziliya ixracatda mühüm yer tutur. Boksit. Kiçik Qafqaz dağlarında yataqları var. Bəli, mis. Bizdə boksit yox, alnit var. Yaxşı mı? 3, 6, 4, 5, 1, 2. Variant nə variantı? C variantı. Bəli. 16'ya baxırıq. Yoldaşlar, uyğunluq gözlənilmişdir. Keypiyok yarımadası Yeni Qviney adasından Polk boğazı vasitəsilə ayrılır. Səhvdir. Polk boğazı Şri Lankanı Hindistandan ayırır. 1 getdi. Kiçik Asiya yarımadası çayları iki ölkə hövzəsinə aiddir. Hind okeanına Təzdə Fərat, Yeşilırmaq, Qızılmaq, Seyhan, Ceyhan, Aralıq və Qaradənizlər müvafiq olaraq Atlantik. 2 düzdür. Apenin yarımadası fəaliyyətdə olan vulkan var. Bəli, Vezuvi, Stromboli. Sonra Kuba adası litosfer tavan divergent sərhəddi yox, konvergent zonasıdır. Karib litosfer tavası Şimali Amerika. Baltik dənizi, Orta Duzu, Qaradəniz, Orta Duzdan daha çox yox, daha aşağıdır. Qaradəniz 18'dir, Baltik 11'dir. Saxarın adası mülayim musson iqlim tipində yerləşir. Bəli, cavabımız 2, 3, 6 variantımız D. 16 aydın oldu yoldaşlar. 17. Sual belədir. Deyir ki, xəritə sıxımda işləyilmiş fiziki coğrafi rayonlar üçün oxşar cəhət. Fiziki rayonlardan biri olacaq Küdriyə nə? Şirvan. Digər olacaq Qazax nə? Qarabağ. Digər olacaq nə? Araz boyu. Yarımsərə quru çöl iqlim tipi müşahidə olunur. 1 doğrudur. Kürd Arad-Çöyəşi təbii vilayətində də 2 də doğrudur. Mülayim isti iqlim tipi yoldaşlar yoxdur bunlarda. Xarici ölkə ilə həmsərhəddir, fikri səhvdir, Küdriyə Şirvanda yoxdur. Buxarlanma qabiliyyətinin kəmiyyəti yağıntı miqdarından çoxdur, doğrudur. 1, 2, 5. Kürd çayı ərazisindən keçir, Araz boyunu görmür. 1, 2, 5. Variant B. 18'e baxırıq yoldaşlar. 18'e bizə nə deyir? 18'de bizə deyir ki, cədvələ əsasən doğru sıraları, doğru bəndləri müəyyən elə. Nil, mənsəbinin yerləşdiyi dəniz 3 qitənin sahilini yürür. Avropa, Asiya və Afrika, Aralıq dənizi. Düzdür? Biri seçdik. Zambezi, stoplayıcı hövzəsi yalnız bir ölkə ərazisindədir. Xeyr, Zambezi çayı müvafiq olaraq Angola, Zambiya, Zimbabwe, Mozambik kimi ölkələrdən keçir. Parana 3. Mənsəbi keçid iqlim qurşağındadır. Bəli, subtropik iqlim qurşağı çöl zonası, Pampa. 1-3. 4'e baxırıq. Yerləşdiyi ölkə iki okeana birbaşa çıxışı mövcuddur. Xeyr, Xuan xəttindədir, onun da ancaq sakitə çıxışı var. Yukon, Mekong çayı ilə eyni okean hövzəsidir. Yukon çayı tökülür, ara yoldaşlar. Qərbə doğru hara tökülür? Müvafiq olaraq Bering dənizi. Bering dənizi hansı okeandır? Sakit okean. Eyni zamanda da Mekong çayı tökülür, Cənubi Çin dənizinin hansı okeandır? Sakit okean. Düzdür? 1, 3, 5. Variant A. Volqa çayı aid olduğu materikin ən uzun çayı deyil. Aid olduğu materik Avrasiyada, Avrasiyanın ən uzun çayı yansızdır. 19. 19'da bizə nə deyir? Şimali Amerika materikini Avrasiya materikindən fərqləndirən xüsusiyyətlər. Şimali Amerikanın Avrasiyada. Ən uzun çay Atlantik okeanı stoplayıcı hövzəsinə aiddir. Bəli, Mississippi. Bir fərqləndirdi. Çünki burada sakitə tökülür yansızı. Tropik, sonra deyir ki, tropik iqlim qurşağı tam zolaq əmələ gətirir. Bəli, Avrasiyada əmələ gətirmir, amma Şimali Amerikada əmələ gətirir. 1, 2. Buzlaq tektonik mənşəli göllər yayılıb ikisində də var. Ladoga, Onega məsələn. Musson küləkləri müşahidə ikisində də var. Mezoy qırışıqlı formalaşan dağsı isə ikisində də var. Eyni adlı platformadan təşkil olmuşdur. Bəli, Şimali Amerika ancaq Şimali Amerika platforması, amma Avrasiya bir neçə platformada ibarətdir. Şərqi Avropa, Sibir, Çin, Koreya, Cənubi Çin, Ərəbistan. Cavab 1, 2, 6 variant C. 20'ye baxırıq. 20'də bizə deyir ki, unitar inzibati ərazi quruluşuna malik olan ölkələri müəyyən edin. Yoldaşlar, Birləşmiş Ərəb Əmirlikləri federativdir. Myanma, Malayziya federativdir. Belçika federativdir.
AFR Almanya Federativdir. Cavab D'dir. Suriye, Mərakeş, Uruqvay. Aydın oldu yoldaşlar. 21. Azərbaycan Respublikası əhali üçün səciyyə olan xüsusiyyətlər. Demoqrafik keçidin 4-cü mərhələsindədir. Gözəl yoldaşlar, sizlər bilirsiniz ki, biz demoqrafik keçidin neçənci mərhələsindəydik? Hal-hazırda 4-cü mərhələsindəydik. Düzdür? Üzr istəyirəm, səhv dedim. Biz hal-hazırda neçənci mərhələdəyik? 3-cü mərhələdə. Yəni bizdə nə gedir? Təbii artımda azalma gedir. Amma hələ ki biz inkişaf etmiş ölkələr səviyyəsinə çatmamışıq. Bir getdi. Sonra bizə deyir ki, əksər hissəsi mütləq hündürlüyü 500 metrdən yüksək olan ərazilərdə xeyr, 500 metrə qədər olan ərazilərdədir. Orta sıxlıq 100 nəfərdən çoxdur, təxminən 113-117 nəfər arası. Hind-Avropa Qafqaz layihəsinə aid xalqlar yaşayır. Bu da doğrudur yoldaşlar. Nümunə olaraq mən deyim sizə. Hind-Avropa, biz deyə bilərik ki, burada məsələn Fars dili qrupu, İran dili qrupuna aidlər var. Qafqaza da deyə bilərik, məsələn, Ləzgilər, Avarlar, Saxurlar var. Əmək qabiliyyətli əhalinin ümumi əhalinin yarıdan çoxunu təşkil 68%. Bəli, cavabımız nə bəndə oldu? A. Xidmət çalışanların xüsusi çəkisi azalır, yox, əksinə get-gedə nə edir? Artır. 22. Sual belədir. Doğru olmayan ifadələri müəyyən edin. Volqa-Ural regionunda yerləşən türk xalqları Altay dil ailəsinin Bulqar qoluna aiddirlər. Yoldaşlar, 22-də bu ifadə bilirsiniz ki, doğrudur. Başqırlar, Tatarlar. Kabarda-Balkar, Qaraçay, Çərkəz türk qurumları dəniz sahil mövqeyə maliklər, bu ifadə yanlışdır. Çünki bunlar Şimali Qafqazda, Qafqaz dağlarının mərkəz hissədədir. Müstəqil türk dövlətlərindən yalnız biri 2 qitədə yerləşir. Yoldaşlar, biri yox, ikisi. Qazaxıstan, Türkiyə. 3 də səhvdir. Sonra 2 ilə 3-ü götürdük. Düzdür yoldaşlar. Sonra Qazaxıstan Respublikası mərkəzdə yerləşən bütün müstəqil türk dövlətləri ilə sərhəddir. Yoldaşlar, bildiyiniz kimi Türkmənistan, Özbəkistan və Qırğızistan. Üçü ilə də sərhəddir. Bu ifadə doğrudur. Saxa Respublikası ərazisinə görə ən böyük türk dövlət qurumudur. Bəli, qurumlar içərisində ərazisi ən böyük nədir? Saxa. Düzdür. Türkiyə, İraq və Bolqaristanla yalnız quru sərhəddə. Yoldaşlar, Bolqaristanla su sərhəddə də var. Bəli. Cavabımız oldu verilənlərdən. 2, 3, 6. Y variantı. Bəli. 23. Açıq sualdır, sadədir. K məntəqəsinin atmosfer təzyiqi 640-dır. Millimetr civəsü. LK məntəqələri arasında hündürlük fərqi 9.6 Celsius'dir. Biz onu çeviririk. Minə neçə? 6. 9.6-ya nə? X. X bərabər neçə? 1600 metr, hə? 1600 metri biz müvafiq olaraq gözəl yoldaşlar. 1600'ü böləcəyik neçəyə? 10'a. Təzyiq fərqini tapmaqda ötər. Neçələdir? 160. Deməli biz L məntəqəsinin LK məntəqələri arasındakı temperatur fərqi 9.6 Celsius'dir. L məntəqəsinin mütləq hündürlüyünü tap. Hə, mütləq hündürlüyü necə tapacaq? Əvvəl K-nın hündürlüyünü tapaq. K-nın öz hündürlüyünü dəniz səviyyəsini hesablaya bilərik. 760-40. Neçələdir yoldaşlar? Neçə? 120 mm. 120 mm vura bilərik ona. 1200. Deməli K özü neçədir? 1200. L ilə K arasında tapmışdıq. 1600 metr fərq var. Deməli 1200 plus 1600. Nə qədər elədi? 2800. Deməli N-in mütləq hündürlüyü neçə elədi? 2800. Dəniz səviyyəsindən hesabladıq da, düzdür? Çatlanmıyor. Ölkəmizin kənd təsərrüfatı ilə bağlı doğru ifadələr müəyyən edin. Yay və qış otlaqlarının mövcudluğu qoyunçuluğun inşaya müsbət təsir göstərir. Doğrudur. 1. Regionlar üzrə təbii şəraitin müxtəlifliyi həm yazlıq, həm də payızlıq əkinçiliyin inkişafına imkan verir. Bəli, düzən ərazilərdə bilirsiniz. Payızlıq, dağlıq ərazilərdə yazlıq, orta dağlıqda. Suvarma kanallarının beton üzlüksüz olması yararlı torpaq azalmasına təsir edir. Yoldaşlar, bilirsiniz ki, bu ifadədə doğrudur. Çünki şaranlaşma yaradır da, bilirsiniz. Bütün ölkə ərazisi üçün intensiv kənd təsərrüfatı səhvdir. Şabaldı və bozçaman torpaqlar təmiyə yox, nə olacaq? Suvarma. Qərzəxli meyvəsi üzrə ixtisaslaşan inzibati rayonlarda tütün becərilmir. Tam tərsi. Elə ən çox burada becərilir də. Cavabımız nə oldu yoldaşlar? 1, 2, 3. Südlük və südlük ətlik istiqamətli heyvandarlığın üstün olduğu ölkələr. Uşaqlar, bunun üçün biz konkret olaraq Hindistanı bilirdik. Namibiya ətlik südlükdür. İspaniya ətlik südlükdür. Fransa bilirdik. 4. Meksika ətlik südlükdür. Bir dənə bilirdik. Danimarka. Cavabımız nə oldu yoldaşlar? 1, 4, 6. Sırf xəritəyə əsaslanmış sualdır. 26. Bizə deyir ki, doğru olmayan ifadələri müəyyən edin. İnkişaf etmiş ölkələr demoqrafik keçidin 2-ci mərhələsi yox, neçənci mərhələsindədirlər? 4-cü. Deməli, doğru deyil. 1. Sonra, Almaniyada adam başına düşən ÜDM-nin həcmi İspaniyadakindən daha çoxdur. Bu ifadə doğrudur. Car, Avstraliya, İsrail və Qətər inkişaf etmiş ölkələrə daxildir. Qətər və inkişaf etmiş ölkə deyil. Deməli, 3 yanlışdır. Argentina və Çilidə şəhər əhalisinin payı yüksəkdir. Bəli, yalançı urbanizasiyaya görə. OPEC təşkilatına üzv olan ölkələr yalnız 2 qitədə rast gəlmək olar. Yoldaşlar, OPEC təşkilatına üzv ölkələr Asiyada da var, Afrikada da var, bir daha da var. Cənubi Amerika, yəni Amerika qitəsində. Deməli, 2 yox, neçə qitə oldu? 3. 1, 3, 5. İndoneziya, Yaponiya neft ixrac edir. Bəli, bu ifadə doğrudur. İxrac edir Malayziya, İndoneziya. 1, 3,
5, 26'da. 27. Qarabağ, Gəncə, Daşkəsən və Mərkəzi Aran. Bir xarici ölkə ilə həmsərhəddir. Bir xarici ölkə ilə həmsərhəddir Qarabağ. İranla. Birə nə getdi? A. Zəngin Alnüt yatağı Gəncə, Daşkəsən. Daşkəsəndə B. 2-yə getdi. Varvara su anbarı Mərkəzi Aranda Yevlaxdadır. 3-ə nə getdi? C. 6 inzibati rayondan ibarətdir. Mərkəzi Aran. C, Y. Daha doğrusu C, D. Ərazisi həm Kür, həm də Araz çayının qolları mövcuddur. Həm Kürün, həm də Arazın qolları yoldaşlar hardadır? Qarabağda. Doğru cavab oldu yoldaşlar. Nə variantı? 1 A, Y, 2 B, 3 C, D. Tapşırıq aydındır. Növbəti sual. Sualda bizə deyir ki, tədqiqatçı şimal yarımkürəsində yerləşən Günəşin ildə bir dəfə zenitdə olduğu paralel ilə. Yəni söhbət 23.5 nə enliyidir? Şimal enliyidir. 80 şərq uzunluğunun kəsişmə nöqtəsindəki yarımadadan. 80 şərq uzunluğunun kəsişmə nöqtəsindəki yarımada hansıdır? Şimal tropiki və 80 şərq uzunluğu. Hə yoldaşlar, Hindistan yarımadasıdır. Hindistandan yoldaşlar bu adam nə edib? A məntəqəsinin başı şimal istiqamətində. Şimala doğru gedibsə meridian üzrə 1831.5-i böləcəyi neçəyə? 111-ə. Nə qədər elədi? 16.5. 23.5 plus 16.5 nə qədər elədi? 40 şimal enliyi. İndi qulaq asın. İkinci məntəqə 40 şimal enliyi neçə şərq uzunluğu oldu? 80 şərq uzunluğu. Uşaqlar 40 şimal enliyi 80 şərq uzunluğu diqqətlə baxsanız düşür Çinə. Hansı dövlətə düşdü? Çin. Deyir ki, B məntəqəsinə çatmışdır. A məntəqəsinin yerləşdiyi ölkənin inzibati ərazi quruluşu. Ölkənin adı haradır? Hindistan. Hindistanın inzibati ərazi quruluşu nədir yoldaşlar? Federativ. A məntəqəsinin yerləşdiyi ölkənin ərazisində müşahidə olunan iqlim qurşağının adı sub-ekvatorial. Düzdür? Sonra davam edirik. B məntəqəsinin yerləşdiyi ölkənin sahillərini yuyan okean. Sahillərin yuyan okean hansıdır? Sakit. B məntəqəsinin yerləşdiyi ölkənin ərazisində axan ən uzun çay hansıdır? Yant-Sızı çayı. Bəli. B məntəqəsində günəş olan günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasında fərq. B məntəqəsi haradaydı yoldaşlar? B məntəqəsi 40 şimal enliyində idi. Maksimum düşmə bucağını tapmaqdan ötəri yazırıq. 90 çıxılsın, 40 çıx, 23.5. Düzdür? Bu neçə elədi? 73.5. Bir dəfə də minimumu tapmaqdan ötəri 90 çıxılsın, 40 üstə gəl 23.5. Neçə elədi minimum? 26.5. Arada fərqi tapırıq. 73.5 çıx, 26.5. 0, 7 və 47. Bəli, 47 dərəcə. Deməli, düşmə bucaqları arasındakı fərq neçə dərəcə oldu? 47 dərəcə. B məntəqəsi ilə ekvator arası məsafə 40 şimal enliyi ilə 0 arasında 40 dərəcə fərq var. Vuracaq neçəyə? 111-ə. Nə qədər elədi yoldaşlar? 4440 kilometr. Bu da ümumi cavab. Yadda qaldı. Deməli, 47 dərəcə 4440 kilometr. Tapşırıq aydındır yoldaşlar. Bəs.